İran prezidenti Məsud Pezeşkiyanın Sepahla münasibəti haqqında yayılan son məlumat ölkə rəhbərliyindəki dərin çatları gün üstünə çıxarıb. İran International'ın yaydığı məlumata görə Pezeşkiyan Sepahın hökumətdən icazəsiz Birləşmiş Ərəb Əmirliklərinə raket və PUA zərbələri endirməsindən bərk qəzəblənib. Prezident bu addımı məsuliyyətsizlik və dəlilik adlandıraraq xəbərdarlıq edib ki, bu cür hərəkətlərin geri dönüşü olmayan ağır nəticələri ola bilər. Bu hadisə Sepahın hökumətə tabe olmadığını rəsmən təsdiqləyir. Maraqlı mənzərə yaranır. Xarici İşlər Naziri Abbas Əraqçı Pakistanda diplomatik görüşlər keçirdiyi vaxtda Sepah Hörmüz boğazında gəmiləri ələ keçirir. Pezeşkiyan sülh və diplomatiyadan danışanda hərbçilər ABŞ gəmilərini batırmaqla hədələyirlər. İndi isə prezidentin xəbəri olmadan qonşu ölkəyə birbaşa zərbələr endirirlər. Pezeşkiyanın Sepahı bu qədər sərt tənqid etməsi sıradan bir hadisə deyil. O sadəcə bir hərbi səhvi yox, ordunun ümumi strateji xəttini dəlisovluq adlandırır. Bu da göstərir ki, İranda artıq iki ayrı idarəetmə mərkəzi var. Sepah artıq sadəcə ordu deyil, iqtisadiyyatı və xarici siyasəti idarə edən nəhəng bir gücdür. Onlar diplomatiya yox, güc nümayişi tərəfdarlardılar. Bu növ dövlət içində dövlət. Əraqçı və Pezeşkiyan dünyanı nəyəsə inandırmağa çalışanda Sepahın bir zərbəsi bütün danışıqları alt-üst edir. Bu vəziyyət xarici ölkələr üçün də böyük riskdir. Çünki qarşılarında vahid bir rəhbərlik yoxdur. Birləşmiş Ərəb Əmirlikləri kimi strateji tərəfdaşlara hücum etmək qarşıdurma vəziyyətini daha fərqli mərhələyə çevirə bilər. Pezeşkiyan yaxşı anlayır ki, bu yol İranın iqtisadi iflasına və ya böyük bir müharibəyə sürüklənməsinə səbəb olacaq. Əslində, İranın gələcəyi bu daxili qarşıdurmanın nəticəsindən asılıdır. Əgər Pezeşkiyan Sepahı cilovlaya bilməsə, diplomatların masada nə deməsindən asılı olmayaraq, ölkə qaçılmaz olaraq yeni müharibə alovuna düşəcək. Qiymət Mahir, Namiq Abbasov, Today Press TV.